Tenderyard elan platformasında süni intellekt ilə satış sorğusu yaratmaq üçün təlimat videosu. İlk öncə yuxarı sağ küncdə olan Yarat düyməsinə klik edirik. Daha sonra Satmaq istəyirəm bölməsinə daxil oluruq. Tenderyard AI ilə Yarat bölməsinə klikləyirik. Daha sonra bizim qarşımıza iki seçim çıxır. Birinci seçimdə biz mətn ilə, ikinci seçimdə isə şəkil ilə süni intellekt sayəsində satış sorğusu yarada bilərik. İlk öncə mətn ilə yaratmaq funksiyasına nəzər yetirək. Burada bizim edəcəyimiz sadəcə məhsulumuz haqqında məlumat yazmaqdır. Məhsulumuz haqqında məlumat verdikdən sonra məhsulunuza uyğun şəklin süni intellekt vasitəsi ilə tapılmağını istəyirsinizsə, mənim üçün şəkil tap bölməsinə klik edirik. İstəyə uyğun olaraq məhsulumuz üçün açar sözləri təyin edirik. Və budur, yazdığımız mətnə uyğun məhsul haqqında xüsusiyyətlər süni intellekt dəstəyi vasitəsilə yaradıldı. Hansı xanalar boşdursa, onları özümüz doldururuq. Süni intellekt bizim məhsulumuza uyğun şəkli təyin etmiş oldu. İndi isə şəkil ilə süni intellekt sayəsində satış sorğusu yaratmaq funksiyasına nəzər yetirək. Burada şəkil ilə yarat bölməsinə daxil oluruq və məhsulumuza uyğun şəkli sayta yükləyirik. Məhsulumuza uyğun şəkili sayta yerləşdirdikdən sonra saytımızın süni intellekt funksiyası sizin məhsulunuz üçün mətn təyin edir. Daha sonra məhsulumuz üçün xüsusiyyətlər təyin edir və hansı xüsusiyyətlərin xanaları boşdursa, istəyə uyğun olaraq həmin xanaları yazmaq mümkündür. Davam et düyməsini basıb elanımızı saytda paylaşa bilərik. Diqqətiniz üçün təşəkkürlər.